Ümumiyyətlə sosial sığorta stajını heç kim ləğv edə bilməz. Qanun hamıya eyni gözlə yanaşır. Sosial təminatla bağlı iddiaların 90%-dən çoxu təmin olunub, onun 90%-dən çoxu da icra olunub. Tankda bura qədər yanmış mənim bir müvəkkilim var. Pensiyaya mən ehtimalım azdır, amma müavinətin təyin olunmasına ehtimalım var. Ümumiyyətlə, onkoloji xəstələrə birinci, ikinci dərəcəli əlilliklər təyin olunur. Yəni, sizin qonşunuz şəxsi mülkiyyətdir, amma sizin mülkiyyətiniz dövlət mülkiyyətidirsə, bu yol verilməz haldır. Vətəndaş bunu hər hansı bir formada kompensasiyasını tələb edə bilər. Kimdən? Metropolitendən. Konkret aşağı ətraflarda orqanlarının biri ixtisara düşdükdə ona əlillik düşür. Əlilliyə görə almadığı pullarda tələb eləyə bilər. Həkim deyiləm, amma hüquqşünas kimi deyirəm ki, o sağlam adam deyil. Hipofiz vəzisinin adının olması ağır onkoloji xəstəlikdir. Buna dərinə gedəndə birinci dərəcəli əlillik düşür. Əmək məcəlləsinin tələblərinə əsasən işdən çıxara bilməzlər. Ədalətli hakimlərimizə inansınlar.